Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. İnternetdə bir video yayılıb, orada Baku TV-də hansısa verilişdi, bir filosofun apardığı bir verilişdi və orada qadın kişi ilə o haqda söhbət edir ki, yəni kişinin tərəfdarı olmaq lazımdır, kişinin tərəfində olmaq lazımdır, kişiyə yol vermək lazımdır, yoxsa qadının həyatında uğurlar olmayacaq, həyatı pis olacaq və s. tipajda olan fərqli düşüncələrdir. Təbii ki, bu iki nəfər cahildir və nə dediyini anlamır. Bunu bir tərəfə qoyaq. Onsuz da kütlə hər zaman cahilləri məşhurlaşdırır. Həqiqəti deyənləri isə kütlə heç görmür də, görmək də istəmir. Neyse, mən burada Azərbaycan YouTube platformasında həqiqəti, sənin kim olduğunu sənə deyən insanı özümdən başqa hələ belə bir adamı görməmişəm. Çünki çox insan yalan danışır. Məsələ nədədir? Baxın, mən dəfələrlə demişəm ki, həyat yuxudur, həyat illüziyadır, həyat yalandır, həyat hülyadır. Bəli, elədir, həqiqətən də elədir. Yuxulardan ibarətdir, illüziyadır, yalandır. Amma sizin burada formalaşmağınızın bir məqsədi var. Kainat özünü parçalara ayırarak sonsuz varyasiyalarda özünü dərk eləməyə, kim olduğunu dərk eləməyə çalışır. Və kim olduğunu dərk eləmək üçün kim olduğunu müəyyən etmək lazımdır, düzdür? Kim olduğunuzu müəyyən etmək üçün də siz özünüzün kim olduğunuzu yaratmalısınız. Beləcə kainat Allah Teala sizin vasitənizlə sizin içinizdən özünü dərk eləməyə, özünü yaratmağa, kəşf eləməyə hazırlaşır və hər zaman da bunu edir. Və onsuz da dəfələrlə bunu edib, reinkarnasiyalar var. Təbii ki, reinkarnı olan egodur. Siz nə egosuz, siz nə ağılsız, siz nə bədənsiz. Ona görə də siz burada deyilsiniz. Amma bu matriça, mən bilirəm ki, siz burada deyilsiniz. Amma bu matriça dediyimiz bir şey, formalaşmış həyat, öz qanunları ilə, öz sistemləri ilə mürəkkəbləşmiş və mövcud olmağa çalışan, mövcudiyyətini davam elətdirməyə çalışan həyat təbii ki var. Bəs niyə sual vermişsinizmi özünüzə? Niyə hər zaman mən bir şeylər etməyə çalışıram? Məsələn, uğur haqqında, fəlsəfəsi haqqında kitablar oxuyuram, müəyyən praktikalara gedirəm, müəyyən bilikləri öyrənirəm, müəyyən cəhdlər edirəm, amma həyatımda bir çox şeyi dəyişdirə bilmirəm. Niyə görə? Niyə bu alınmır? Çünki çox insan sizə, ümumiyyətlə heç kəs sizə ruhlar aləmindən danışmır. Ruh planından danışmır. Bəli, hülya olaraq, illüziya olaraq bunlar hamısı belədir. Amma ruh planı deyilən dünyanın üstündə 7 qatdan ibarət olan ruhlar aləmi var. Son qatlardır. Yəni dində bu haqda məlumatlar var. Məsələn, mələklərdir, digər insanlardır, digər varlıqlar da oralarda yerləşir. Orayla bizlərlə əlaqə qura bilərlər. Eyni zamanda da cəhənnəm deyilən bir şey də, cəhənnəm altı, oradakı varlıqlar, bədheybətlər, o da, bu da, ikisi də buradadır. Amma burada deyəndə mən beyni nəzərdə tutmuram, sizin içinizi nəzərdə tuturam, beyni nəzərdə tutmuram. Ağlımızın, zehnimizin içindədir. Yəni bizim ağlımız kompüter deyil. Onun içində Allah da var, iblis də var, yeraltı dünyalar da var, növbəti həyatlar da var, reinkarnasiyalar da var. Bu yaddaş deyil, bu beyin deyil. Zehin tamamilə fokuslanmamış, şuursuz və şuurluluğu özündə birləşdirən vahid bir şeydir. Onun nə olduğunu heç kəs, heç cürə müəyyən eləyə bilmir və ad verə bilmirik belə biz onu. Amma bu ruhlar planında, ruh aləmində deyilən bir şey də var. Bunlar mövcuddur. Məsələn, siz bu haqda daha ətraflı məlumatı Neil Donald Walsh'un kitabından əldə edə bilərsiniz. Amma bu bir tərəfə, mən qısaca konkret başa salıram ki, bu necədir? Deməli, ruhlar planında, ruhlar aləmində biz olanda, ruh nədir? Gözə görünməz, formasız, energetik formatda mövcud olan bir varlıqdır. O siz deyilsiniz, amma özünüzü yaşamaq üçün siz birinci bu ruhdan, aura bədənindən
və formalaşmış hüceyrələrdən ibarət olan, konsepsiyalardan ibarət olan bədənə keçməlisiniz. Ondan sonra şəxsiyyətinizi yaratmalısınız, egonu yaratmalısınız. Ondan sonra siz kim olduğunuzu müəyyənləşdirə biləcəksiniz. Çünki bu proses elə belə getmir. Etap. Birinci ruh, sonra aura bədəni, sonra budur, energetik formalardır. Ruh energetik forma deyə bilərik. Amma bu sözdür, bu ruh deyil, başa düşürsünüz. Bu ruh elə bir şeydir ki, onu sözlə, hansı konsepsiya ilə ifadə etmək olmur. Amma hamısı bir yerdə idi. Və hərənin öz planı var idi, öz ideyası var idi. Çünki Allah Taala özünü müxtəlif formalarda, formatlarda dərk eləməyə çalışırdı. Bu partlayışı yaradanda, partlayış orada baş verməyib, böyük partlayış elə burada baş verir və bu partlayış da deyil. İşıq saçma demək olar buna. Vibrasiyaların azalması demək olar buna. Sadəcə elm adamları cahilliyindən buna böyük Big Bang partlayışı deyil. Nəysə, bu onların öz şəxsi işidir. Elm öz sübutları ilə, öz nəzəriyyələri ilə ruhani aləmi sındırmağa çalışır, amma hər dəfəsində məğlub olur. Çünki elm yalnız Max Tegmark, David Deutsch, Michio Kaku, bunların əsərləri, kitabları yalnız necə sualına cavab verə bilər. Amma niyə sualına heç birisi cavab verə bilmir. Çünki bununla maraqlanmırlar belə. Elm burada dayanır. Elm adamı inkişaf etmək istəmir. Fəlsəfəyə və teosofiyaya, teologiyaya, o tərəfə, germenevtikaya, buna keçmək istəmir. Məsələn, germenevtika var, Yeseylərin məktəbi var, sonra yeni Platonçular var, Platonistlər var, Plotinin fəlsəfəsi var, Avqustindir, digərlərini nə qədər istəyirsiniz, yəni oxuyub özünüz araşdıra bilərsiniz. Məsələ ondadır ki, bax bu ruhlar bir yerdə daha. İndi tutaq ki, biz milyard dəfə formalaşırıq. Sonsuz zamandır, zaman ora gedir, bura gedir. Zaman əbədiyyətin bir anlıq var olmasıdır. Zaman əbədiyyətin bir anlıq var olmasıdır və zaman da illüziyadır. Düzdür? Zaman illüziyadır. O yoxdur. Zaman A-dan B-yə, buradan bura getmir. Zaman belə də gedə bilər, belə də. Amma burada yox. Çünki bura bərkimiş, məhdudlaşdırılmış, konseptual və fiziki qanunların işlədiyi matritsa kimi bir şeydir. Yəni bərki deyib də bu bərki, burada qanunlar var. Amma daxilən siz daxili gözünüzlə bura baxanda bu qanunların illüziya olduğunu görə bilərsiniz. Məsələ onda deyil, bundadır. Məsələn, mən tutaq ki, ruham, özümdən danışacağım, misal kimi gətirəcəm özümü və siz mənim nə demək istədiyimi də anlayacaqsınız. Mən ruham. Bu ruh bədənsizdir, bədəni yoxdur, cinsiyyəti də yoxdur. Yanında bir ruh görür və qayıdır deyir ki, bilirsən, əziz ruh, mənim problemlərim var, mən çox egoistəm, mən illər ərzində körlaşmışam. Yəni bu yaradıcılıqdan keçə-keçə, yarada özümə pis karma qazanmışam, egoist bir formaya düşmüşəm, mürəkkəbləşmişəm, özümü tanımıram, cahilliyimin içində yatmışam. Əziz ruh, xahiş edirəm səndən, mənə köməklik elə. Və bu bir ruh bir-biri ilə danışır. Onda biz qərara gəlirik. Mən deyirəm ki, bax mən bir kişi olaraq bədənə bürünəcəm və kişi olaraq dünyaya gələcəm. Sən isə əziz ruh, bir qadın olarsan və gəlib mənim başımı xarab eləyərsən. Əlindən gələni eləyərsən ki, mən oyanım, gözlərim açılsın, egoizmin yaratdığı yuxudan oyanım. Biz bir-birimizlə saziş imzaladıq, dost kimi bir-birimizi qucaqladıq ruhlar aləmində və ondan sonra bu yer kürəsində formalaşanda, yəni illüziyanın içində illüziya yaradaraq, baxın, formalaşmaq üçün nə etmək lazımdır? İndi baxın, reallıq necə yaranır? Mən ruh olaraq, bərkimiş ruh olaraq otururam, dünya yarandı. Deyirəm, dünya yarandı. Bətin, təsəvvür eləyirəm və bətin yarandı. Sonra özümün doğulduğunu yaradıram. Sanki mən dünyaya gəlirəm də, sanki mən doğuluram, sanki bətindən çıxan mənəm, sanki elə bir şey yoxdur. Bu dünyaya gəlir
və mən yaşayıram. Allah Taala bilə-bilə bizim yaddaşımızı hər dəfəsində silir. Biz keçmiş həyatı unuduruq. Ruhlar aləmində planın olduğunu belə unuduruq. Çünki unutmasaq, burada olanı yaşaya bilməyəcəyik. Həqiqəti bilsək, kim olduğumuzu bilsək, biz özümüzü yarada bilərikmi? Sonsuz əbədi bir varlıq olduğumuzu bilsək, yaradıcılıqla məşğul olarıqmı? Yox. Ona görə görürsünüz, müdriklər bunu bilir deyə bir şey eləmir. Yəni, biz də hamımız belə qalardıq. Amma Allaha bu lazım deyil. Ona lazımdır ki, o şuursuz Schopenhauer'ın dediyi kimi, həyatın iradəsi kimi hər yana yayılsın, hər şey özü-özündən yaratsın. Yaratmaq üçün də yatmaq lazımdır. Yeni illüziya, yeni yuxu, yeni illüziya, yeni yuxu. Və mən böyüyürəm, ruhlar aləmindən filan xəbərim yoxdur. Məktəbə gedirəm, yaşayıram. Düşünürəm ki, mən bədənəm, bədənin içindəyəm, bədəndəyəm. Bu mənəm, bu mənəm. Mən buradayım, burada yaşayıram. Bu mənəm. Çox, hər şey yerindədir. Günlərin bir günü aşiq oluram bir insana. Gör onunla sevgi yaşayıram. Yəni mən onu sevirəm, o məni sevir və bir müddət sonra o başlayır mənim başımın ətini yeməyə. Yeyir. Məni özümdən çıxardır. Mən qısqancılıq, paxıllıq, egoizm, nəfsani narazıçılıq, qurur filan pis negativ emosiyalar hiss edirəm. Sonra da axırda insan məni o şey deyir, boksda axırıncı zərbəni vurursan çənəyə, insan yıxılır, knockout, düzdür? Vurdu, axırıncı zərbə nədir? Axırıncı zərbədə ayrılırsan, atırsan bu insanı, bükürsən, tulluyursan qırağı və sən qalırsan belə heç nəsiz. Burada səni yedi. Sən bu hala düşün, axırda tutulur və sən ümumiyyətlə qaranlığın içinə düşürsən. Pis, negativ bir şeyin içinə. Ancaq o zaman sən oyanmağa başlayırsan, böyüyürsən, görməyə başlayırsan, inkişaf edirsən, yeni bir şeylər qazanırsan və beləcə səni sıxan egoistik düşüncələrdən, yalançı mənlikdən, nəfsani düşüncələrdən, iblisani ağıldan azad olmuş olursan. Başa düşdünüz? Eyni şey də qadına da aiddir. Qadın orada o kişi ilə şey edir, deyir ki, gələcəksən, sən kişi olarsan, mən də qadın. Və qadın avtomatik gedir, şuursuz şəkildə xuliqandır, başdan xarabdır, narsistdir, psixopatdır, özünü düşünəndir. Kişiyə instinktiv olaraq, instinktləri ona elə təsir edir, gedir, elə kişi aşıq olur. Nə qədər biz məntiqdən danışsaq da, zəkadan, zehindən danışsaq da, instinktlərimiz bizə başqa şeylər deyir. Şuuraltımız bizə başqa şeylər deyir. Orada çünki başqa proqramlar var. Gəldi, amma bu Allahın planıdır, axı ruhların planıdır. Qadın bu kişi ilə yaşadı, bu kişi buna döydü, söydü, təhqir elədi. Qadın ağıllıdırsa, təvazökarlıq göstərəcək, səbr eləyəcək, egosunu yavaş-yavaş sındıracaq. Və egosunu qadın sındırandan sonra həmin o kişi dəyişəcək. Birdən-birə deyəcək ki, yadındadır, biz orada razılaşmışdıq. Mən bunun üçün gəlmişəm bura. Eyni şey də kişiyə aiddir. Yəni, egomuzu bir tərəfə atanda, əvvəl-axır, yəni, xəbərimiz də yoxdur, özümüz necə çirkin, yalançı, murdar bir varlıqlarıq. O adam, o kişi, o qadın gəlir bizə bizi göstərir ki, sən belə mındarsan, çirkinsən, şəhvət dolusan, egoistsən, narsistsən, qürurlusan, at bunları. Və biz kimisə sevəndə bizə sübut eləyirlər ki, sən məni sevmirsən, sən məndən istifadə edirsən. Sən cılızlığına görə, acizliyinə görə, tənhalığına görə gəlib məndən istifadə edirsən. Bizə bunu sübut edirlər. Biz bu yalanları rədd edirik. Həqiqətləri rədd edirik, yəni. Onları qəbul eləsək, başa düşəcəyik ki, dəyişməliyik. Və dəyişdikcə ya o insan dəyişəcək, ya da çıxıb gedəcək. Əsas olan odur ki, ruhlar aləmində plan yerinə yetirildi. Əssalam. Siz burada acı çəkirsiniz, ağlayırsınız, göz yaşı tökürsünüz. Niyə belədir, niyə ətraf aləm belədir, niyə məni heç kəs anlamır, niyə mən təkəm filan deyirsiniz. Amma ruhlar aləmində siz artıq nə yaşayacağınızı, necə təcrübədən keçəcəyinizi seçmişsiniz.
Ona görə də siz burada bir şey eləyəndə sizdə heç bir şey alınmır. Başa düşürsünüz? Və çox insanın bu ruhlar aləmindən plan xəbəri də yoxdur. Amma orada belədir. Yenə deyirəm, bunu cılızlaşdırıb, adiləşdirib bir məlumata çevirmək özü düzgün deyil. Hə, biz cılızlaşdırdıq, adil, hə, oxuduq, yazdıq. Yox, elə olmaz. Elə olanda siz müqəddəs olan şeyi cılızlaşdırırsınız. Bunlar ona görə var ki, siz dəyişəsiniz. Həm də onu da anlayasınız ki, bu yuxudur, determine olunub. Siz ruhlar aləmində artıq nə olacağını seçirsiniz. Mən məsələn orada ruhlar aləmində bu videonu çəkəcəyi seçmişdim. Kimsə kör eşşək gərgədan olacağını seçib, kimsə də oyanmağı seçir və artıq bu yükləri atmağı seçir. Ruhlar aləmində hər şey gedir. Məsələn, Disneyin belə bir multfilmi var, Soul. Orada dırnaq içində göstərilir. Amma multfilmdə olsa da bir həqiqəti əks etdirir. Oradan gəlirlər. Amma bu yenə deyirəm, bunlar hamısı yuxudur, illüziyadır. Sadəcə görürsünüz, illüziya sadə olanda biz onun illüziya olduğunu anlayırıq. Amma mürəkkəb olanda biz onun illüziya olduğunu heç cür anlaya bilmirik. Və həyatımızda bütün baş verən hadisələr bizi oyandırmaq üçündür. Ruhlar aləmində bu kanala baxanlar anlamalıdır ki, ruhlar aləmində siz seçibsiz bu hadisələrin hamısını baş verməsini. Ona görə də siz filmin içindəsiz, filmdən qaça bilmirsiniz. Filmin, bax bu personajın içində bu düşüncələr olmalıdır. Ssenarini elə yazıblar. Ona görə də bu personajın içində başqa düşüncələr ola bilməz. Bu personaj birdən-birə dəyişilib başqa birisinə çevrilə bilməz. Ssenaridir, insanlardır, bunlar belədir. O ruhlar aləmində belə seçilib. Atın bunların hamısını bir lira, öz içinizə gedin. Yəni burada belədir vəziyyət. Mən qısa konkret bunu başa salmağa çalışdım. Biz dəyişilməyənə qədər, yəni egonu bir tərəfə tullamayana qədər, səbirli, təvazökar, qəbullanan, hər şeyi qəbullanmağı öyrənməyənə qədər, iblisə qulaq asana qədər bizim vəziyyətimiz belə olacaq. İblis deyir, vuruş, dalaş, söy, döy, təhqir elə, sübut elə. Siz nə etməlisiniz? Siz əksini eləməlisiniz. Yazıq Məlik Məmməd 40 gün 40 gecə divlərlə döyüşürdü. Axırda ancaq qız dedi ki, bax mən gördüm ki, sən layiqli bir insansan. Ona görə quşun başını belə elə ki, sındır ki, divə qalib gələsən. Siz də bunu göstərməlisiniz də. Ali mənliyiniz görməlidir ki, həqiqətən də bu çalışır, vuruşur, bir şey eləməyə çalışır ki, oyansın. Yox, yatırıq biz. Ona görə bu haqda çox düşünmək lazım deyil. Çalışın ki, yenə də mənim qeyd elədiyim kimi öz içinizə gedin. Mənə sual vermək istəyən də Instagram şəbəkəsini bu zapislərdə paylaşdım. Oradan sualını yönləndirə bilər. Sağ olun, çalışın ki, öz işinizə gedəsiniz. Bu qədər.